Adım Vüqardır. Gürcüstanda doğulmuşam, Tiflis şəhərində. Sonra Bakıya köçmüşük. Orta məktəbi burada oxumuşam. Hərbi xidmətdə də burada olmuşam. Ali təhsili də burada almışam. Rəssamlığı bitirmişəm, amma ki, həmin sahədə işləmək istəmədim. Belə bir söz var da, deyir, rəssam olmurlar, rəssam doğulurlar. Çox güman ki, mən də rəssam doğulmamışam. 2004-cü il hərbi xidmətdən sonra gəlmişəm, işləmək lazımdır. Mənə təklif olunan variantların heç biri mənə uyğun deyildi. Belə bir söz var idi ki, dil öyrənsin, kompüteri bilsin. Dil də öyrəndim, kompüter də öyrəndim, gördüm ki, yox, heç bir tərpəniş yoxdur. Fikirləşdim ki, özüm hərəkət eləməliyəm. Yəni, həyatda fikirləşə biləcəyiniz ən bir bərbad məkana işə düzəldim. Ofisiant işi idi. Bir şadlıq evi idi. 15 ya 18 gün işlədim orada. Ondan sonra oradan çıxdım. Karyera belə deyib, orada başladı. Oradan sonra 25-30-a yaxın şadlıq evləri dəyişdim. Hərəsində bir müddət işlədim, təcrübə yığmaq üçün. Eləsi oldu ki, 6 ay işlədim, 1 il işlədim, 3 gün işlədim. Nəzərə alsaq ki, mənim elə bir kvalifikasiyam yox idi. Həmin dövr üçün köhnə pulla 50.000 manat idi deyəsən, maaş. Piç deyildi, şikayətçi deyildim. Mənim işlə məhəbbət aramızda bir 3 ildən sonra başladı. Necə yarandı? Durmuşam məkanda, axşam vaxtıdır, şüşədə öz əksimi görürəm də belə. Özümə sual verdim ki, sən burada nə edirsən də? Bu işi sevmirsən, xoşlamırsan, nə itirmirsən? Adekvat cavab gəldi ki, başqa nə bacarırsan? Özümə cavab verəndən sonra dedim, onsuz da sən gündəlik 8-10 saat buradasan. Ya çıxıb gedirsən, işsiz qalırsan və yaxud da bu işi ən üst səviyyədə görürsən, işin peşəkarı olursan. Həmin gün şikayət eləməyin daşını qoydum bir qırağa, deyinməyin daşını bacardığım qədər qoydum bir qırağa və hiss elədim ki, işlərin gedişatı tamam dəyişdi. Məni görməyə başladılar. İstər qonaqlar, istər rəhbərlik, istər iş yoldaşlarım. Yəni, 3 il ərzində fikirləşirdim ki, məni görən yoxdur, burada əməyə qiymət verən yoxdur. Halbuki səbəbkar kim idi? Özüm. Xasiyyət olaraq kommunikativ insanım, yəni hamı ilə dil tapa bilirəm. Sadəcə olaraq karyeranın əvvəlində həmin qabiliyyətlərimi istifadə eləməmişəm. Yaş faktoru var, hamı birdən-birə. Əskərlikdə getmişəm 2 gündür, deyirəm general olmaq istəyirəm. Restorana gəlmişəm 1-ci gündür, deyirəm mən buranın sahibi olmaq istəyirəm. Bilirsiniz, o düşüncələr insanı inkişaf eləməyə qəti imkan vermir. Məntiqi sual yaranır ki, bala, sən general olmaq üçün nə eləmirsən? Ya burada müdir olmaq üçün nə eləmirsən? Heç bir şey. Göydən düşmə heç bir şey olmur. Yəni, bunu qazanmaq lazımdır. Öz üzərimdə işlədim. Düşüncə tərzimi dəyişdim. Negativ düşüncədə olduğum dövrdə ətrafımda ancaq negativ insanlar var idi. 3 ay, 5 ayın içində gördüm ki, bu insanlar itdilər. Mənə dəstək eləyən adamlar peyda oldu. Məsələn, mən ofisiant işləyirdim, mənə menecer köməkçi vəzifəsini tanış bir yoldaş təklif elədi. Dedi, filan yerdə bir müsabiqə var. Getdim, müsabiqəni keçdim. Həmin şirkətdə bir 7 ilə yaxın işlədim. 7 il ərzində mənim müsabiqədə yığdığım balı heç kim təkrar eləyə bilmədi. Nəzərə alsaq ki, bu sənət 300 ilə yaxın işləyir. Bu sahədə yenilik eləmək həddən artıq çətindir. Araşdırdım, restoranların tarixçəsi, servisin tarixi. Həmin dövrdə mən təzə başlayanda bunlar çox aktual idi. Hal-hazırda heç bir aktuallığı yoxdur. İstər gənclərin, istər orta yaş, mən yaşda insanlar, ya böyüklərin tələbatı tamam ayrıdır. Tez olsun, qiymət və keyfiyyət üst-üstə düşsün, təmiz olsun, operativ olsun, qayğı görsünlər. 20 il əvvəl bizə öyrədirlər ki, suyu süzəndə sağdan süzmək lazımdır, yemək soldan verilməlidir, dəsmal hansı tərəfdə tutulmalıdır, etiketi bilmək lazımdır, amma həmin qayda, qanun bu dəqiqə işləmir. Cavanlar qəbul eləmir, heç mənim özüm də qəbul eləmirəm. Su istəyirəmsə də mənim istədiyim odur, su tez gəlsin. Yəni, onu mənə sağdan süzəcəklər, ya soldan süzəcəklər, heç bir şey dəyişmir məncə. İşin arxasında bunun bir maliyyə tərəfi də var. Yəni, bu işlə məşğul olan insanlar bu etiketi daha da təkmilləşdirir ki, xidmətlər artsın, xidmət artdıqca qiymət də artır, xidmət növləri də artır.
Hal-hazırda gənclərə mən nəyi öyrədirəm? İşin texniki tələbləri var, biliklər var. Mütləq onlar mənimsənilməlidir. Bu biliklər elə də çox deyil. Əsas öyrədirik nə? İnsanlara münasibət, ünsiyyət, davranış. Çünki restorana gələn insan ünsiyyət üçün gəlir bura. Biz də həmin bu tələbləri ödəməliyik. Gələn insana həmin qayğını, diqqəti göstərməliyik. Müştəri məmnuniyyəti təbii ki, təmin olunur. Bizim əsas işimiz odur. Servis girişdən başlayır, məkanın girişinə. Elə orada da bitir. Qonaq, gələn qonaq. Yadında qalan məqam onun gəldiyi 3-5 dəqiqədir və gedəndəki 3-5 dəqiqədir. Ortadakı vaxt aralığı bu qonaqların bir-biri ilə keçirdiyi vaxtdır. Gələn qonaq yadında saxlayır, onu necə qarşılayıblar, nə cür masa arxasında hansı yeri təklif ediblər, nə qədər tez yaxınlaşıb sifarişini götürüblər, sifariş götürərkən nə qədər səmimi olublar. Bu sahədə işləyən insanlar özlərini həmin qonağın yerinə qoymağı bacarmalıdır, mütləq şəkildə. Bu olmasa məkan işləmir. Xidmət göstərən personalın üzündə bir gülüş olmalıdır. Bu saxta gülüş olmalı deyil, şərt deyil dişlərin hamısı görsənsin, səmimi. İnsanlar səmimiyyəti adi baxışdan sezə bilirlər. Servis bizim, sizin, mənim ruh halımızdan asılı olmalı deyil. Yəni, bugün mənim keyfim var, yaxşıdır, əlayam, qonaqlara super xidmət göstərəcəm, sabah mənim nəsə planlarım yaxşı getməyibdir, bütün negativimi tökürəm onların üstünə. Belə bir şey olmalı deyil. Yeməklərin dadı gözəl olmalıdır, içkilərin dadı gözəl olmalıdır, məkanda sanitar qaydalara mütləq və mütləq şəkildə əməl eləmək lazımdır. Daha sonra yeniliklər gətirmək lazımdır. Məkan gözəl məkandır, amma fikirləşin ki, 3 il, 5 il ərzində orada heç bir yenilik yoxdur. Bu məkanı öldürən faktorlardan biridir. Hər 3 aydan, 5 aydan bir menyuda yenilik olmalıdır. İnteryerdə dəyişikliklər eləmək olar. Amma ən vacib göstərici diqqət və operativlikdir. Servis sahəsi ləng insanları, ümumiyyətlə ləngliyi sevmir. Kim ki bu şərtlərə əməl eləyə bilmir, məkan işləmir, qonaqların sayı azalır və bu insanlar başlayırlar marketingi günahlandırmağa, hava şəraitini günahlandırmağa, lokasiyanı günahlandırmağa, zalın rəhbəri və administrator. Bu insanların vəzifəsi texniki məsələlərdən savayıda bir gözü daim qonaqları axtarmalıdır, baxmalıdır. İnsanlar əyləşibdir, kimsə sağa-sola baxırsa, nəsə bir səbəb var, yemək yemir, nəsə bir səbəb var, üzündə hansısa bir gərginlik var. İnsandır, səbəblər çox ola bilər. Müşahidə etmək lazımdır ki, bu səbəb bizlə əlaqəlidir, yoxsa ki, başqa bir səbəb var. Əgər negativ nəsə görürüksə də, mütləq şəkildə zalın administratoru yaxınlaşır. Bacardığı qədər öz köməkliyini göstərməyə çalışır. Müştəri məmnuniyyəti, belə deyək də, bəxşişdir. Bu sahədə işləyən personal üçün ən gözəl işlərinə qiymət o qonağın saxladığı bəxşişdir. Bəxşiş dəyişir. Mənim özümə şəxsən saxlanılmış ən yüksək məbləğ, belə deyək də 2008-dən ya 9-dan sonra mən ofisiant işləməmişəm. Həmin dövrə qədər ən yüksək saxlanılan məbləğ 460 manat idi deyəsən. İşin maddi tərəfini qoyuram bir qara. Bu, mənim işimə verilən bir dəyərdir. Həmin pul səhəri bir gün onsuz da xərclənib gedibdir. Üstündən də ki, bir 16-17 il keçib də. Amma həmin hissiyat hələ də qalıb. Mənim günüm başqa insanlardan elə bir fərqli başlamır. Evdə rutin işlər bitəndən sonra işə ki gəlirəm, tanıdığım qonaqlar varsa, onlarla görüşürəm, mütləq şəkildə personalla görüşürəm. Zalda menecerlə sual edirəm ki, hansısa bir problem, ya nəsə bir şey varmı? Mətbəxə girib aşpazla, eyni qaydada xadimələrlə, restoranın bütün departamentində işləyən insanlarla 3 dəqiqə, 5 dəqiqə bir belə deyək də bir sorğu, sual, bir hal-əhval soruşma belə bir şey olur. Daha sonra satışlara baxıram, problem varsa ondan maraqlanıram. Əlavə işlər olur, belə deyək, bu gəlirlə qəti əlaqəli deyil, bir hobbidir, bir istəkdir. Çünki mən işlədiyim sahəni nə qədər də sevsəm, həyatda monoton yaşamaq deyə belə bir şey var da, istəmirəm belə olsun. Başqa-başqa işlərdən də məşğulam. Ümumiyyətlə, bacardığım qədər hər 6 aydan bir, ildə bir dəfə özümə nəsə bir yenilik, bir hobbi kəşf eləyirəm. Bu sahəyə gələn insanlar, cavanlar nəzərdə tuturanda, mən tələbəyəm, vaxt öldürmək üçün müvəqqəti bir iş tapım. Bu düşüncə tərzi ilə bu sahəyə girmisinizsə də, elə olduğunuz yerdə qalasınız, heç bir proqresdən söz gedə bilməz. Əgər bu sahəyə başlayanda deyirsiniz ki, bu mənim
peşəmdir. Mən bura müvəqqəti vaxt öldürmək üçün yox, qazanmaq üçün gəlmişəm. Qazanacaqsınız. Bu günləri təbii ki, bu sahədən dolanmaq da olar, qazanmaq da olar. Belə deyək, tək bu sahədə yox, ümumiyyətlə hansı sahə deyirsiniz, həmin sahədə öz işini məsuliyyətlə, keyfiyyətlə, vicdanla görən insan qazanmamağı mümkün deyil. Bu sahədə işləyə-işləyə ola biləcək ən yuxarı bir yerə artıq çatmışam. Hal-hazırda məqsədlərimdən biri nədir? Gənclərin yetişdirilməsi. Bu sahədə işləyən gənclərin yetişdirilməsi. Master klasslar da olubdu, treninqlərdə keçmişəm. Sahibkarlar olubdu ki, deyir bizdə administratorlarımız var, cavan uşaqları da öyrədə bilərsiniz. Öyrədirik. Mənə yaxınlaşıb dilinlə deyir ki, mən vəzifə istəyirəm, pul qazanmaq istəyirəm falan filan. Təcrübə göstərir ki, bunlardan heç bir şey olmur. Belə deyək, bunları hərəkət elətdirən qüvvə iş həvəsi və işə olan sevgi deyil, puldur. Belə insanlar elə də çox uğur qazana bilmir. Başqalarını deyə bilmərəm, öz təcrübəmlə. Qabağa çəkdiyim, öyrətdiyim uşaqların arasında heç biri mənə belə bir istəklə yaxınlaşmır. Özüm görmüşəm, deyirəm ki, valla səndə çox böyük bir potensial var, filan şərtlərə əməl elə, 2 aydan, 3 aydan sonra biz başqa bir müstəvidə səndən görüşəcəyik. Mənim pozisiyada olan bir insanın vəzifəsi texniki işlərlə yanaşı həmin insanları görə bilmək. İnsan öz arzularının memarıdır, arzuları mənə aiddir. Gənclərə, cavanlara bir məsləhət kimi nə deyə bilərəm? Bu sahəyə, tək bu sahə deyil, hansı sahə olur olsun gələndə peşəni sevin, həmin sahə üzrə hər gün yeni texniki biliklər əldə edin, sizlə işləyən insanları sevin, onlarla ünsiyyət qurun, sizə çörək verən, harda işləyirsə, qonaqlar olsun, müştərilər olsun, onlarla ünsiyyət qurmağı, onlarla danışmağı öyrənin, bacarın. Yaxşı insan olmağa çalışın.